Hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Kanalımda və yeni vlogumda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Məni sorsanız, şükürlər olsun, mən də yaxşıyam. Videodan yenə gördüyünüz kimi köhnə kadrlardır, yəni qarlı günlərdən çəkdiyim videolardır. Hələ indi imkan oldu montaj edib paylaşmağa. Keçən blogda da qeyd etdiyim kimi bu aralar biraz başım qarışıqdır. Nə video çəkə bilmirəm, nə də ki köhnədən bu çəkdiyim, həmin bu gördüyünüz videoları heç cür editləyib paylaşa bilmirdim. Yəni dediyim kimi heç cür imkan edə bilmirdim, vaxtım yox idi. Yəni onu da inşallah irəliləyən günlərdə yenə də imkan olduqca çəkib paylaşacağım sizə səbəbini, nəyə görə vaxtım olmadığını. Düzdür, yəni belə spoiler verim nə səbəbidir. Yəni elə bir gizlin bir şey deyil. Evdə təmir işləri gedir, tikinti falan işləri gedir. Ona görə də vaxtım yoxdur, düzü. Onu da inşallah xeyirlisi ilə bitirək. Yenə də sonra davamlı olaraq videolarımı vaxtında çalışacağım paylaşım. Və bu köhnədən çəkdiyim videodur. Dediyim kimi qarlı bir gün idi. Belə qonşularımızla danışmışdıq ki, yığışaq bizə, yəni bizdə oturaq. Həm uşaqlarla danışmışdıq, söz vermişdik ki, oturub bir yerdə yenə bir maraqlı bir gün keçirdərik, oyun falan oynayarıq. Və qonşumuzla sözləşmişdik ki, bir şeylər, yemək zat falan yox, belə atışdırmalıq bir şeylər hazırlayaq və oturaq, yeyək, çayımızı içək, oynayaq, belə maraqlı qış günlərindən yadda qalan bir qış günü keçirdək. Və burada da hazırlıqlarımı görmüşəm artıq. Deməli qızlar, düzdür demişdim ki, bir piraşki hazırlayacağım, amma əlavə olaraq burada dedim elə biraz börək də hazırlayayım. Burada göyərtilərimi artıq təmizləmişəm. Dedim elə lavaşdan börək də hazırlayacaqdım. Daha sonra duxovka piraşkisi hazırlayacaqdım. Hazırlamışdım daha doğrusu. Biraz hot dog, daha sonra bir də yağda piraşki qızartdım. İstədim ki, belə biraz çeşidli atışdırmalıqlar olsun. Düzdür, qonşumla danışmışdıq ki, yəni bir şirniyyat o hazırlayacaqdı. Piraşkini isə mən hazırlayacaqdım. Elə oldu ki, yəni bir 2 ya 3 çeşid atışdırmalıq mən hazırladım. Məndən də xəbərsiz elə qonşum da 2-3 cürdə şirniyyat da o hazırlayıb. Yəni belə bol çeşidli bir süfrə hazırladıq. Və burada da artıq başladım. İlk dedim elə birinci duxovka piraşkisindən başlayım. Xəmirim də gəlib artıq. Yəni duxovka piraşkisinin xəmirini ayrı yoğurmuşam. Yəni tərkibi süd, yumurta, yağ falan, amma qızartma piraşkisini adi, yəni mayalı xəmirlə yoğurub qoymuşam. O da artıq acmaqdadır. Öncə dedim hot dogla duxovka piraşkiləri edim. Daha sonra yəni yağlı piraşkinin xəmiri gəlincəyə qədər. Daha sonra börəyi hazırlayım və sonda qızartma, yəni hər kəs yığılana yaxın yağda qızartma piraşkini də edərəm. Və belə artıq başladım işimə və xəmirli falan hazırlayarkən çəkmədim, video çox uzun olmasın deyə. Və belə hazırlıqlarımı etdikdən sonra başladım çəkilişə. Və çox danışıb sizi də yormaq istəmirəm. Siz izləyin, mən də işimi görüm. Yenə də arada ehtiyac olduqca söhbətləşərik. Buyurun, izləyin. Sizə xoş izləmələr.
Deməli qızlar, hot-dogla duxovka üçün olan kartof piraşkisini hazırladım. Və indi də artıq hazırlaşıram. Verim sobaya. Üstünü belə yumurtanın ağını vurmuşdum xəmirin içinə. Sarısını da belə saxlamışdım ki, üzünə çəkim. Və belə 2-3 dənə hot-dogdan götürüb listdən kartof piraşkisi də qoydum. Günorta idi, uşaqlar ac idi. Hazır yeməyimiz yox idi deyə. Dedim tez 2-3 dənə kartuşka piraşkisindən və hot-dog da pişsin, yesinlər ki, yəni yemək pişirməyə vaxtım olmadı. Olmadığı üçün dedim elə bundan yesinlər daha doğrusu. Və yumurtaya da belə biraz süd qatdım, üzünə çəkdim. Tək yumurta ilə olanda üstü parlaq olmur, amma belə süd qatanda çox gözəl üstü parıltılı olur. Yəni indi birazdan pişəndən sonra görəcəksiniz. Və yumurtasını çəkib hot-dogların üstünə ağ küncüt səpdim. Kartofla olan piraşkilərin isə üstünə çörək otu səpdim. Onu da qeyd edim ki, qızlar, bayaq bilmirəm fikir verdinizsə, sasikaları birini 2 hissəyə böldüm. Yəni uzun sovuna 2 hissəyə böldüm. Yəni hər zaman belə edirəm, yəni qənaət olsun deyə. Elə bir ki, bir sasikadan 2 hot-dog alınır da, onda belə etdikdə yəni qənaət etmiş oluram. Çünki bilirsiniz ki, sasika elə də ucuzlu bir şey deyil. Gərək mən ondan nə qədər alım ki, istədiyim qədər hot-dog hazırlaya bilim. Belə ona görə də belə qənaətli olsun deyə 2 hissəyə bölürəm hər zaman. Belə qızlar, və belə hazırladım. Göndərdim sobaya pişsin. Və belə bu da hazır vəziyyəti. Çox qəşəng, dadlı və belə topuş hot-doglar alınmışdı. Sasikalar da hətta görürsünüz, yarıya bölsəm də, bilirsiniz ki, sasika pişdikdə şişən bir şeydir. Ona görə də heç də az olmadı içində. Yarım olsa da, yəni az kimi çıxmadı. Və belə çox qəşəng topuş piraşkilər və hot-doglar alındı. Və indi də hazırlaşıram, 2-ci listi sobaya verim. Burada da hazırlayıb artıq hamısını yığmışam. Belə həmişə hazırlayıb yığıram. Biraz da belə içi doldurulmuş vəziyyətdə qalır. Acıyır, yəni şişir. Və daha sonra da üzünə yumurtanı çəkirəm. Üstünün küncütünü ya çörək otunu səpib verirəm sobaya pişməyə. Və daha sonra belə keçdim, başladım ki, börəyi hazırlamağa başladım. Burada börəyin sosunu hazırlayıram. Dəfələrlə düzdür börəyin hazırlanmağını çəkmişəm, amma sosun necə hazırladığımı çəkməmişəm, mən biləm. İstədim bu dəfə sosun necə hazırladığımı da çəkim. Qızlar, qatıqdır burada, təxmini 2 stəkan ya 3 stəkana qədər qatıq götürürəm. İçinə 4-5 yumurta vururam. Hardasa 1 stəkan qədər, stəkan yarım qədər duru yağ, 1 stəkan yetərlidir və duz əlavə edib qarışdırıram, yəni çırpıram, həll edirəm. Və bu da bizim sosumuz, börəyimizin için sosu olur. Belə qızlar, göyərti də istənilən göyərti vurmaq olar. Yəni o zövqə görədir. Mən adətən ispanaq, kişniş, şüyüd və soğandan istifadə edirəm. Xəmir yaymıram heç vaxt, hazır lavaşdan hazırlayıram. Yəni börəyi də hazırlanma qaydası bu qədərdir. Yəni onu da istədim qeyd edim ki, adətən nəysə hazırlayanda sual verilir ki, nəyi necə hazırladınız. Ona görə ətraflı şəkildə istədim izah edim sizə.
Belə qızlar, börəyimiz də hazır oldu artıq. Da çox gözəl, dadlı, yumşaq bir börək alınmışdı. Həqiqətən çox dadlı idi. Yəni hər kəs yedi də, bəyəndi də. Burada da pirajkilərim, hot doglarım hazır eləmişəm. Artıq üstündən də biraz uşaqlar yemişdi. Bunlar da hamısı çox gözəl çıxıb. Və artıq axşama doğru yaxınlaşırıq. Qonaqlarımız gələcək birazdan. Qonaq deyəndə qonşularımız da elə ev adamı sayılır onlardan. Qonaq deməzdim onlara. Və elə başladım pirajkiləri hazırlamağa ki, onlar gələnə isti-isti, yəni bu pirajki, duxovka pirajki soyuq halda yəni yaxşı olur, amma bu yağda qızartma pirajki bilirsiniz ki, qızardılan kimi, yəni isti halda daha dadlı olur. Ona görə bunu ən sona saxladım. Bunu da yenə də eynən öncə hazırlayıb yığıram hamısını və sonda hamısını bir dəfəyə qızardıb, bir-bir qızardıb götürürəm. Və ona qədər də çıxan qablarımı falan hər bir şey, işlərimi də görmüşdüm. Süfrəni də açmışam. Və son olaraq pirajkiləri də hazırlasam, işim bitmiş sayılır.
Və qızlar, yağda olan piraşkilər də qızartdım. Yanına da sos hazırladım. Sos da bilirsiniz mənim məşhur sosumdur. O içinə sarımsaq, şüyüd, soğan, tomat, duz, istiyot qatıram. Çox dadlı olur piraşkinin yanında. Belə atışdırmalıqlar olduğuna görə əlavə içinə qoymadım. Hazırladığım sosdur. Qatıqdır. Qatığı da börəyə görə qoydum. Bilirsiniz ki, börəyi qatıqla yeyəndə çox dadlı olur. Ona görə də qatıq da qoydum süfrəyə. Və bu da mənim yağda qızartdığım piraşkilərim. Bunlar da çox gözəl alınmışdı, çox dadlı alınmışdı. Hər kəs yedi, hər birini çox bəyəndi. Burada da artıq qonaqlarımız demək olar ki, gəlmək üzrədir. Artıq yığıram boş qablara ki, verim süfrəyə. Çayla içməyə heç nə hazırlamadım. Çünki bayaq dediyim kimi qonşum götürmüşdü o öhdəliyi üzərinə ki, şirniyyat olaraq çayla içməyə şirniyyatı mən hazırlayacağam. Və o da çox dadlı şirniyyatlar hazırlayıb gətirmişdi. Əllərinə sağlıq. Birazdan onu da görəcəksiniz, çəkmişəm. Və belə qızlar, nə Allah verəndən nə var, yığdıq ortaya. Yedi, içdik, yetirən, doyduran Rəbbimə şükürlər olsun. Dedik, güldük, danışdıq, çox maraqlı bir gün keçdi. Həqiqətən yadda qalan bir gün keçdi, sözün əsl mənasında. Yəni, son vaxtlar belə fikir vermişsinizsə, indi düzdür, birini çəkəndə birini çəkmirəm. Belə günlər, maraqlı günlər çalışırıq ki, tez-tez keçirdək ki, yadda qalan, yəni geriyə dönüb baxanda yadımızda qalan bir xatirələrimiz, bir maraqlı anılarımız qalsın deyə belə günləri tez-tez çalışırıq keçirdək bir yerdə, bir arada. Qohumlarla, qonşularla tez-tez qeyd edirik fikri. Yəni keçən dəfə də yadınızdadırsa, bacımgil, qardaşımın yoldaşıgil uşaqları ilə gəlmişdi. Belə bir maraqlı gün keçirmişdik. Yəni istəyirik ki, necə deyək, həyatımız sıradan olmasın, günlərimiz sıradan olmasın. Həyatımıza, günlərimizə rəngarənglik qatırıq, məna qatırıq, maraq qatırıq belə deyək. Həm də ki, yəni uşaqların da necə deyək, yaddaşında xoş qalsın. Məsələn, mən özüm öz uşaqlığımı, öz gənc yaşlarımı, yəni atamgildə olanda ki, o günləri deyirəm, ən xoş günlər nədənsə, xoş xatirələr yadıma düşəndə belə bir xoş bir təsir yaradır mənə. Mən də istəyirəm ki, mənim də uşaqlarım belə yadına belə günləri salanda bir xoş təsir yaransın onlarda ki, belə bir günlər keçirirdik, maraqlı, mənalı günlərimiz olub. Yəni başa düşdünüz də nə demək istədiyimi bir sözlə. Və belə həm qonşularımız da uşaqları ilə gəlmişdi, həm də bizim uşaqlar da belə oturduq hamı, iki ailə bir arada qəşəng söhbətlər elədik, qəşəng oyunlar oynadıq. Yəni çox maraqlı oldu həqiqətən. İndiki zamanədə, yəni internet zamanəsidir deyə, belə deyək. Hər kəs, necə deyim, başı qarışıb telefona, heç kimin demək olar ki, heç kimdən xəbəri yoxdur. Heç kimlə maraqlanmır, heç kimlə danışmır. Ona görə də yəni məncə belə arada belə etmək yaxşıdır ki, yəni ünsiyyət, ailecək ünsiyyət qururuq bir-birimizlə. Yəni yaxşıdır deyil də, lazımdır deyərdim ki, vacibdir. Çünki indiki zamanədə ən azından bu, yəni internet zamanəsindən belə deyək də, virtual aləmdən biraz uzaqlaşmış oluruq. Evin içində ən azından bir-birimizlə ünsiyyət qurmuş oluruq. Belə qızlar, yəni fikrimi yəqin ki, çatdıra bildim sizə. Burada da artıq yedik, içdik çayımızı, indi də çay içəcəyik və oyuna başlamışıq. Yığmışam ortaya qonşumun, bacımın bişirdiklərini də. Öncə belə lato ilə başladıq. Təbii ki,
pulsuz oynayırıq. Yəni elə belə marağa, vaxt keçsin deyə. Daha sonra da Mafia oynadık biraz da. Yenə də gecə saat 2-yə falan qədər, 2 idi, neçə idi, saata da baxmadım. Bilirəm ki, gec saatlar idi. Xeyli oynadıq. Həqiqətən belə yadda qalan maraqlı bir gün keçdi. Onu da qeyd edim ki, qızlar, yəni unutmadan bu kadrların hamısı, bu çəkdiyim videoların hamısı orucluq aya girməmişdən öncə çəkilən videolardır. Yəni nə çəkilibsə onda, yəni orucluq girəndən demək olar ki, heç demək olar ki, video çəkməmişəm. Çünki yəni telefonum doluydu köhnə videolarıyla. Onları gərək mən editləyim, YouTube'a paylaşım ki, mən yeni videolar çəkə bilim. Ona görə də yəni Ramazan ayı girmədən öncə nə çəkmişəmsə, onlar da hələ ki paylaşdıqlarım. Hələ bundan belə məncə bir 2 və yaxud 3 video var ki, onlar da hələ Ramazan ayından öncə 2 mən bilən video qalıb, onları da paylaşsam, hani bitmiş olur, telefonum boşalır və inşallah ki yeni videolar başlayaram çəkməyə. Və ona qədər də dediyim kimi evimizdə gedən təmir işləri də ən azından yəni biraz azalmış olar və mən yenidən təkrar videolarımı çəkməyə davamlı olaraq başlayaram. Və ona qədər isə yəni ola bilər ki, videolarım ara sıra geciksin. Buna görə indidən çox üzr istəyirəm hər birinizdən. Amma inşallah yəni işlərimiz tamamlandıqdan sonra çox gözəl, maraqlı videolarla gələcəm qarşınıza inşallah. Çox möhtəşəm mənim üçün, yəni çoxdan arzuladığım bir şeylərdir. Yəni evdə gedən işləri nəzərdə tuturam. Çox gözəl yeniliklər var. Onlar da hər birini inşallah sizinlə paylaşacağım. Yəni evdə gedən işlərlə bağlı təbii ki. Və hələ indicə fikir verdim ki, videom sona yaxınlaşır. Gecə olmadan sağollaşım sizinlə. Növbəti videoda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.